Deməli bizə deyir ki, sabit qüvvənin təsiri altında, deməli qüvvə nə oldu? Sabit. Sabit qüvvənin təsiri altında cisim bərabər təcillə hərəkət edirsə, işin zamandan asılı qrafik hansıdır? Deməli uşaqlar, işin düsturu A bərabər F(s)dir. Deməli qüvvə sabit olanda, baxaq, qüvvə sabit olanda A(s)dən necə asılıdır? Düz asılıdır. Deməli, S-in qrafiki ilə A-nın qrafiki eyni olmalıdır. İndi buradan baxırıq. Bərabər təcilli dediyimiz ya yeyinləşən hərəkətdir, ya da yavaşcan. Yeyinləşən hərəkət olsa, ST qrafikimiz bu olar. Yavaşcan hərəkət olsa, ST qrafikimiz bu olar. Deməli, ST qrafiki ilə AT qrafiki eynidir. Deməli, yeniləşən olsa AT qrafikimiz olacaq. A-nın T-dən asıllığı, AT qrafikimiz bu olacaq. Yavaşlayan hərəkət olsa AT qrafikimiz bu olacaq. Təbii ki, cavabda da bunun ikisindən birini verəcək. Başa düşdük.